Azərbaycanda 8 noyabr Zəfər gününün 5-ci ildönümü qeyd olunacaq. Ölkə üzrə bu münasibətlə silsilə tədbirlərin, yürüşlərin və təntənəli mərasimlərin keçirilməsi planlaşdırılır. Zəfər günü ilə bağlı əfv sərəncamının imzalanıb, imzalanmayacağı da hazırda ictimaiyyət arasında müzakirə olunur. Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əli Məmməd Nuriyev bu barədə Today Press TV-yə danışarkən bildirib ki, əfv komissiyasının sonuncu iclasının keçirilməsi ilə sərəncamın verilməsinə çox az vaxt qaldığını nəzərə alsaq, yaxın müddətdə əfv sərəncamının imzalanmasını gözləmirəm. Onun sözlərinə görə əfv sərəncamının imzalanmasına qədər çox mərhələli prosedurlar həyata keçirilir və bu proses müəyyən vaxt tələb edir. Stat: Amma qeyd edim ki, əfv sərəncamının verilməsi prezidentin müstəsna səlahiyyətidir və onun vaxtını məhz dövlət başçısı müəyyən edir. Statın sonu. Əli Məmməd Nuriyev sonda xatırladıb ki, bu ilin may ayında imzalanan sonuncu əfv sərəncamı çərçivəsində yüzlərlə məhkumun cəza müddəti azaldılıb, bəziləri isə tam azadlığa buraxılıb. Ümumilikdə isə Azərbaycan müstəqillik əldə etdikdən bu günə qədər 70 əfv sərəncamı imzalanıb. Türkan İskəndərli, Namiq Abbasov, Today Press TV.